Belə də mənim Mazdadan. Salam əleykum, mən Vəliyev Paşa Malikoğlu. Mən burada 4-ün 10-a özümə köməkçi sahə tikmişəm yol qırağında. Yəni qanunvericilikdə belə bir şey var ki, 90 kvadrata qədər özünə köməkçi sahə tikə bilərsən. Mən də özüm üçün burada bir köməkçi sahə tikmişəm özüm üçün. Onu da hissə-hissə, yavaş-yavaş, yəni belə də imkan olduqca uşağımı boğazından kəsərək bu işi yavaş-yavaş görmüşəm. Damın vurmuşam və Sabunçu rayonunun icra hakimiyyəti nümayəndələri tökülüb və burada söküntü aparıblar. Orada içində bunların Sabunçu icra hakimiyyətinin nümayəndəsi kimi göstərib, özünü Elnur şəxsli bir adam gəlib burada, yəni əlbəyağa çıxıb burada bu söküntünü aparır. Amma mən maraqlandığım üçün maraqlanmışam. Bu adam icra hakimiyyətinin nümayəndəsi deyil. Şəxsən onlar tərəfindən irəli buraxılmış bir adamdır. Burada əl qoyulan bu tikintini bir dəfə əslində söküntü eləyiblər. Qabağın söküntü elədi, getdi. Mən şikayətimi prokurorluğa bildirmişəm. Prokurorluqdan da gəliblər Sabunçu prokurorluğuna məlumat gəlib. Oradan da baxıblar, bu Elnur şəxsli adamı çağırıblar ora. Ondan da izahat alıblar. Nətər örtbasdır eləyiblərsə, yəni bağlayıblar, söhbəti gedib. İndi də ki, dam vurulmuşdu da burada. Bəli, dam vurulmuşdu. Dam vurulub saxlanmışdı. Bu 40 kvadrat yerdir. Qanunverici sənəti də var. Bəli, qanunluq küçəsi var. Bu qanunluq küçəsi var burada. Bu da bu sənətdəki Abşeron rayonuna aiddir bu yer. Abşeron rayonunda ərazi olur, Kürdaxana. Bəli, Kürdaxana ərazisi sayılır. Bu şəxsdəki, yəni konkret burada əl qolla hərəkətlər, məsələn, yəni icra hakimiyyətinin rəsmi itisi deyil bu. Yəni öz bildiyi kimi burada at oynadır da, gəlir konkret əl qolla Sabunçu polis bölməsinin hamısını tökür bura, əlində bir əsas yox. Biz kadrlara baxdıq, deyəsən polis heç bacara bilmir. Polis bacara bilmir, polisi hamını itələyir hərəsin bir tərəfə. Yəni deyir ki, mən burada yəni ağayam da, belə göstərir. Çünki yəni görüntüləri də var məndə. Açıq aydın çəkmişəm, bir 4-5 dəqiqə görüntüsü var. Neçə vaxtdır bu söküntü oldu? Söküntü dünən olub. Dünən hardasa 11-12 radələrində olub. Ayın 6-sı, mayın 6-sı. Bəli. Yəni konkret bu heç kimi saymır. Cənab prezidentimiz yəni elə bir qərar verdi ki, vətəndaşları incitməyin, sahibkarlara toxunmayın. Amma baxıram mən bu adam heç kimi saymır. Konkret mən uşağımı boğazdan çəkim, mən burada 90 kvadrat qanunvericilikdə bir şey var, tikə bilərsən. Mən də qanunlu kupçamdan burada 40 kvadrat özüm ustayam. Burada fəhləlik, ustalıqla 5 manat pul qazanırıq. Qırıq yığıb burada bir özümə gün ağlayıram. Onu da gəlib söküb qoyurlar bir yerə. Yəni biz neyniyək? Xahiş edirəm cənab prezidentdən, yəni Mehriban xanımdan, yəni bu işə baxılsın. Baş prokurorumuzdan xahiş edirəm. Artıq dərəcədə yəni buna baxılsın. Yəni bu belə bir şey ola bilməz. Yəni bu qanunsuz, qaydasız belə iş gedə bilməz. Burada yəni bu adam kimdirsə, yəni bunun arxasını kim qoyulursa, yəni bu belə ola bilməz. Yəni bu cəmaatı tökür bura, nümayəndələr gəlir, başa düşür. Baxır sənətə çıxıb gedir. Dar momentə düşən kimi bir şey eləyirlər, göndərirlər buna. Bunun maddi marağı nədir? Araşdırılsın, xahiş edirəm. Adamın adı Elnurdur. Elnurdur. Yəni maraqlanmışam, ətraflı. Yəni bu icra hakimiyyətində işləmir. Sadəcə bunu gəlir qabağa verirlər ki, yəni sök dağıtda, buna heç kim hesab eləyə bilmir. Yəni konkret yəni bu at oynadır da, deyir buranın ağası mənəm. Torpağın sənəti vaqif. Bəli, nümayəndələr gəlir, baxır, sənətə baxan kimi qaytarıb verirlər özümə ki, əfsiyə çıxdılar, getdilər. Gedirlər bunlar şey, onu göndərirlər. Bir də görsən traktorla gəldi, polislər də çağırır, yığır ora. Polislər də saymır, eşqə polis sayır ki. Bir də görsən ki, traktora tapşırıq verir, davay hamını da itələyir. Elə bir ki, belə deyim də, yəni valla elə Azərbaycanda belə bir şey ola bilməz. Yəni belə ağalıq eləyə bilməz bu adam. Bunun arxasında kim var, kim yox mən bilmirəm. Burada bir dənə yəni nə bilim, mən tuta bilmirəm bu adamı, bu kimdir? Yəni bu əl-qol hərəkət, bu hücum eləmək, konkret məndə görüntüsü var. Belə sənət elə bir ki, bu ölkənin yiyəsi kimi hərəkət edir. Burada bir dənə bu ölkənin ağası var, cənab prezidentimiz də o da. Yəni mən başqa adam tanımıram mən. Həmişə də prezidentimiz yəni vətəndaşının böyründə olan adam, arxasında olan adam. Yəni bu adamı tapşırılıb cənab prezidentimiz deyir ki, vətəndaşları incitməyin.
Belə danışsam bunu elə bil ki, bu qazdanır, bu adam cumur bizə. Belə bir şey olar. Mən zulmla tikmişəm, əziyyətlə tikmişəm bunu. Valla mən Allah haqqı deyir, şifrlərdə hərəsi bir rəngdir. Köhnə külüş ondan bundan 2-3 manata alıb yığıb mən tikmişəm bu şeyi. Olar bu. Valla mən də bu vətənin evladıyam da. Yəni mən bu qanunlu sənətimlə mən burada bir tikin tapara bilmirəmsə, valla nə bilim, daha indi yaşamayaq da bu ölkədə, ölək gedək də. O belə.